Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Masallıda yanğın faciə ilə nəticələnib. Uşağı götürüb gələndə özü də elə orada yanır, nəsranda yıxılıb qalır. Baba və az yaşlı nəvəsinin ölümü ilə nəticələnən dəhşətli yanğına nə səbəb olub? İsmayılının Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verdi. Çökmələr var 40-50 metr uzunluğuna, yolun uzunluğu, dərinliyi də olar 2 metr, 40 santı. Hadisəyə nə səbəb olub? Masazırda ötən il çəkilən yolda hansı səbəbdən çökmə baş verib? Abbasqulu Ağa Başxanovun doğulduğu və uzun illər yaşadığı ev qəzalı vəziyyətə düşüb. Alt hissəsi 700 ilin binasıdır. Üstüdəki sonra tikiləndi. Evdə hansı bərpa işlərinə ehtiyac var? Prezident İlham Əliyev dağ mədən və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirinin dərinləşdirilməsi üçün Qərbi Sənaye Parkı yaradılacaq. Nazirlər Kabineti 2027-30-cu illərdə dağ mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramının layihəsini 4 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Sərəncama əsasən Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyəti də ləğv edilir. Ağdərə rayonunda mina partlayıb bir nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin mətbuat xidmətlərindən verilən məlumata görə hadisə Su Qovuşan qəsəbəsi yaxınlığında baş verib. Ağdərə rayonunun Hacıqərvən kənd sakini 44 yaşlı Mahir Abdullaoğlu Məhərrəmov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Anama Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb. Su Qovuşanda oluruq, Su Qovuşan sakiniyik. Orada da işləyirik, həm qardaşımdır, həm iş yoldaşımdır. Bir vaxtı gəzə-gəzə çıxıb dağın üstünə, dağın ətəyinə biraz çıxıb oradan ayında düşüb biniyə. Su Qovuşan ərazisində düşübdü, iş yerimizdən biraz yuxarı olaraq orada düşdü. Pastanın yanına gelib gəldiyimiz yerdir. Yəni heç ağlımız kəsməzdi ki, orada gedən miniyə düşə. Elə addımını deyir, bir qırağa deyir, yoldan qırağa çıxan kimi deyir, düşdüm bir miniyə. Rusiyadan Ermənistana Azərbaycandan transit keçməklə növbəti yük göndərilib. 5 vaqon taxıl Biləcəri stansiyasından yola salınıb. ATV Xəbər. Masallının Qızlağac kəndində fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Baba və azyaşlı nəvəsi yanaraq həyatını itirib. Dəhşətli hadisənin təfərrüatları sujetdə.
Masallının Qızılağac kəndində bir-birinə bitişik tikilən taxta konstruksiyalı bir mərtəbəli fərdi yaşayış evlərində yanğın baş verib. Evin birində başlayan yanğın tez bir zamanda digərinə də keçib. Məlumata görə baba azyaşlı nəvəsini xilas etmək üçün özünü oda atıb. Ancaq təəssüf ki, nə nəvəsinin, nə də özünün canını alovun cəngindən qurtara bilib. Hər ikisi yanaraq faciəli şəkildə həyatını itirib. Səhər-səhər düşüb aşağı, uşaq qalıb yuxarıda yatıb nəvəsi. Sonra düşüb aşağı, gəlin görüb, yoldaşı görüb pərdə yanır. Sonra o da qaçıb uşağı gətirməyə. Onu verdiyincə görüb tüstünün içində uşağı tapa bilmirmiş. Sonra uşağı götürüb gələndə özü də elə orada yanıb. Ev yanıb, o da girib nəvəsini çıxartmağa özü də yanıb. Nədən baş verib yanğın? Necə? Yanğın deyirlər elektriksəndir. Naqillərdən. 2 yaşlı Məhərrəm Məmmədzadə və 61 yaşlı Cəmaləddin Abdullayevin yanmış meyidini hadisə yerinə cəlb olunan yanğın söndürənlər aşkarlayıb. Qeyd edək ki, yanan ev Seyid Mirhəsən ağa ocağı kimi də tanınır. Yanğının səbəbləri araşdırılır. Səadət Ayazqızı, Zaur İsmailov, Mələk İnqilablı, ATV Xəbər, Masallı. Daha bir səssiz ölüm. Dəm qazı yenə can alıb. Gecə saatlarında Xətai rayonunda fərdi yaşayış evində kirayə qalan ər-arvad dəm qazından boğularaq həyatını itirib. Hadisə gecə saatlarında baş verib. Belə ki, Araz Novruzov 26 ünvanında yerləşən bu evdə birgə kirayəyə yaşayan Ayət Məmmədov və həyat yoldaşı Ülviyə Məmmədova dəm qazından boğularaq həyatlarını itiriblər. Sakinlər deyir ki, 57 yaşlı Ayət Məmmədov və həyat yoldaşı 50 yaşlı Ülviyə Məmmədovanın övladları yoxdur. Onlar bir ilə yaxındır ki, sözügedən ünvandakı fərdi yaşayış evində kirayə yaşayıblar. Mərhum Ülviyə Məmmədova yaxınlıqda yerləşən mağazaların birində çalışırmış. Bası gəlib təzədən qapıyı açıblar ki, görüblər ki, rəhmətə gedib ikisi də. Saat 10 dolardı belə başdı. Mən gəldim gördüm millət yığılır burada. Şu qoyucuda rəhmətə gedib divanda deyir, qadın da burada rəhmətə gedibdir hamamda. Təzəliklə burada yaşayırdı. Övladları deyirlər yoxdur. Deyirlər Göran boydan imişlər. Uşaqlar yox idi, ər-arvad idilər. Qaçmazdan gəlirdik, yolda xəbərdar olduq ki, belə bir hadisə baş verib. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. Aysu Qaybova, Seymur Səmədov, Ülkər Əliyeva, ATV Xəbər. Gəncədə 2 mərtəbəli yaşayış binasında yanğın baş verib. Binanın 1-ci mərtəbəsində yerləşən mənzil əşyalarla tamamilə yanıb. Yanğın söndürənlər alovu qısa müddətdə söndürüb, binaya yayılmasının qarşısı alınıb. Sakinlər təxliyə edilib, hadisə nəticəsində xəsarət alan yoxdur. Hadisənin səbəbləri araşdırılır. Yanvarın 31-də itkin düşən Salyan sakini Rafael Nəsirovun meyiti bugün səhər saatlarında yol kənarındakı kollektordan tapılıb. Mərhumun yaxınlarının sözlərinə görə ailə üzvləri 2 aya yaxın müddətdə onu tapmaq üçün müxtəlif ünvanlarda axtarış aparıb. Uzun illər sürücü kimi fəaliyyət göstərən Rafael Nəsirovun ehtiyatsızlıq nəticəsində kollektora düşərək boğulduğu ehtimal edilir. Yaxınları deyir ki, son zamanlar onun yaddaşında problemlər olub. Meyit müvafiq ekspertiza prosedurlarından sonra ailəsinə təhvil verilib. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır. Aramsız yağan leysan xarakterli yağışlar nəticəsində İsmaillının Dəmirçi Lahıc avtomobil yolunda ciddi fəsadlar yaranıb. Avtomobillərin hərəkəti mümkünsüz olub. Yolda hərəkət nə vaxt bərpa ediləcək, əməkdaşlarımız bunu öyrənməyə çalışıb. Çökmələr var 40-50 metr uzunluğuna. Dərinliyi də olar 2 metr, 2 metr 40 santı. Yağış oldu, qar oldu, çoğun oldu, orada yanmır, uçur. Söhbət İsmaillının Dəmirçi Lahıc avtomobil yolundan gedir. Bir neçə gün davam edən leysan xarakterli yağış nəticəsində yolun bəzi hissələrində ciddi fəsadlar yaranıb. Asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb, avtomobillərin gediş-gəlişində çətinliklər yaranıb. Bu yolla nə Şamaxı, nə də Lahıc istiqamətində hərəkət etmək olur. Bizim Lahıc Dəmirçi yolunun 11-ci kilometrində çökmələr əmələ gəlib. Yəni oradan getmək tamamilə yol iflic olub. Qohumlarımız var Şamaxıda, gedib gəlməyə çətinliklər çəkirik.
Burada yəni yol İsmaili tərəfdən bizə uzaqdır, bura yaxındır. Nə qədər məsafə qabağa düşürsünüz? Hansı yolla gedirsiniz? 40 kilometr, 35 kilometr. Bizə bu yol çox sərf eləyir, yaxındır bizə. Ayrı yolumuz yoxdur da. Bir də bu yoldur, bu da kəsilibsə daha məcburiyyətdən İsmailli yoluna gedir. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun sürüşmə qeydə alınan hissələrində fəsadlar yaranıb. Yolun hərəkət hissəsi çiyinlərlə birlikdə 2-5 metr dərinliyində çöküb. Hazırda yolda nəqliyyatın hərəkəti tam dayandırılıb. Sürüşmə prosesi dayandıqdan sonra əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunaraq bərpa işlərinə başlanılacaq. Sadət Ayazqızı, Samir Cəbiyev, Ağcəl Əskərli, ATV Xəbər, İsmayıllı. Abşeron rayonu Masazır kəndindəki Zəngilan şəhərciyində ötən il inşa olunan yol qısa müddət sonra çöküb. Hətta bəzi hissələrdə deformasiya müşahidə olunur. Yolun çökməsinə səbəb nə olub? Sıradakı sujetdə bunu araşdırmışıq. Bu ərazidə yol qəfil çökərək dərin çuxur əmələ gəlib. Hadisə bugün günorta saatlarında baş verib. İlkin məlumata görə yolun çökməsinə səbəb kanalizasiya kollektorunda baş verən qəza səbəbindən suyun yol yatağını yuması olub. Qeyd edeyim ki, bu ünvanda artıq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu isə qismən də olsa sürücülərin işini çətinləşdirib. Onu da vurğulayım ki, hadisə baş verən ünvana dərhal aidiyyəti qurumun əməkdaşları cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bizə məlumat verilən kimi dərhal əraziyə gəldik, baxış keçirdik. Artıq yağıntılar nəticəsində burada kanalizasiya xəttinin keçməsi ilə əlaqədar olaraq asfaltda çökmə baş vermişdi. Aidiyyəti üzrə də qurumlara məlumat verdik. Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Yolun hansı səbəbdən çökməsinə belə aydınlıq gətirildi. Hadisə qeydə alınan kimi dərhal ərazi agentliyi əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirlər görülüb, hərəkətin təhlükəsiz təşkili təmin edilib. Aparılmış ilkin araşdırmalara əsasən çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağının yuması olub. Qeyd edək ki, Xırdalan Masazır Novxana avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda aparılan əsaslı təmir işləri bu ilin yanvar ayında yekunlaşıb. Ağcəl Əskərli, Elvin Muradov, ATV Xəbər. Yağışdan sonra paytaxtın bəzi ərazilərində yollar və keçidlər keçilməz vəziyyətə düşüb. Sabunçu dəmir yolu vağzalının ətrafında yaşayan sakinlər qaynar xəttimizə müraciət ediblər. Piyada keçidindən istifadə edə bilmirlər. Səbəb isə keçidə su yığılmasıdır, həm də baxımsız vəziyyətdə olmasıdır. Gəlsən burada dirənirsən, qalırsan burada. Sabunçu vağzalının yanında yerləşən yeraltı piyada keçidindəyik. Burada su dolub, ancaq aidiyyəti qurumlar tərəfindən bu ərazidə su çəkilməyib. Ərazidən istifadə edən sakinlər məcbur qalıb bu əraziyə tikinti materialları ataraq piyada keçidindən istifadə etməyə çalışırlar və deyirlər ki, bu ərazidə daim məişət tullantıları da olur ki, bu da aidiyyəti qurumlar tərəfindən vaxtı-vaxtında təmizlənmir. Hər gün istana gedirik. Həqiqətən çox çətinlik yaradır. Əslində daha çox doluydu. Sonradan boşaltdılar. Qonşular gəldi, vedrə ilə boşaltdılar. Hamı boşaltdılar. Ondan sonra üstünə hamı taxta qoydu ki, heç olmasa belə gedək. Gətirir cəmaət ayağın altına, daşdan atır ki, keçək suyun içindən ki, batmayaq. Uşaq keçir, böyük keçir, hamısı xəstəlikdir bunları. Həmişə beləcə zirzibil olur da. Bunu bir dəfəli bir ancam eləsinlər ki, cəmaət gedib gəlir, sudur. Turanın bu tərəfdən gedirik, ya da ki, dəmir yol vağzalından keçirik də, başqa yolumuz yoxdur. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, sözü gedən yeraltı keçid bir müddət əvvəl əsaslı təmir olunub. Lakin intensiv yağıntı nəticəsində keçidə su dolub. Qurumdan qeyd edildi ki, əraziyə yığılan sular yaxın zamanda çəkiləcək, daha sonra isə keçiddə təmizlik işlərinə başlanılacaq. Əkbər Lizadə, Amil Əliyev, Məhəmməd Hacızadə, ATV Xəbər. Zaqatala rayonunun Gözbaraq kəndi ərazisində yol qəzası baş verib. Ramazan Mahmudovun idarə etdiyi avtomobillə Əziz Kərimovun maşını toqquşub. Nəticədə sükan arxasında sıxılı vəziyyətdə qalan sürücü Əziz Kərimov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər sürücü Ramazan Mahmudov da xəsarət alıb.
Paytaxtın Xətai rayonunda telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən 20 yaşlı Ər-Rəhman Nadirov saxlanıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və ümumi dəyəri 12.000 manat olan mobil telefon talayaraq hadisə yerindən uzaqlaşıb. Fakt araşdırılır. Astara Gömrük İdarəsinin əməkdaşları yük avtomobilindən küllü miqdarda narkotik vasitə aşkarlayıb. Gömrük postunda kələm yükü daşıması görüntüsü yaradılan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən qablaşdırmaları ilə birgə çəkisi 43 kiloqram 565 qram həşiş və 58 kiloqram 955 qram həşiş qətranı aşkarlanıb. Bugündən ölkədə elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və istifadəsi qadağandır. Qadağan edilən yerlərdə, küçələrdə və digər ictimai yerdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədi ilə saxlanmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə fiziki şəxslər 500 manatadək, vəzifəli şəxslər 2200 manatadək, hüquqi şəxslər isə 5000 manatadək məbləğində cərimə olunacaq. Amnistiya aktı prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin penitensiar və probasiya xidmətləri İstintaq İdarəsi üzrə 18203 şəxs barəsində tətbiq olunub. Ədliyyə Nazirliyindən verilən xəbərə görə amnistiya tətbiq olunan şəxslərin 5310-u müəyyən müddətdə azadlıqdan məhrum etmə, 10226-sı isə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 2648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib. Cəza çəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi gündən 60 yaşına çatdığına görə 18 nəfər cəzadan azad edilənlər arasında yer alıb. Amnistiya tətbiq olunan şəxslərdən 17292-292-si kişi, 911-i qadındır. Qeyd edək ki, amnistiya aktının icrası davam edir. Azərbaycan vətəndaşlarına qarşı yönələn geniş miqyaslı phishing kampaniyası aşkarlanıb. Elektron təhlükəsizlik xidmətindən verilən xəbərə görə kampaniya çərçivəsində 580-ə yaxın unikal Azərbaycan domeninə aid elektron poçt ünvanına, eləcə də 12 mindən çox vətəndaşa phishing xarakterli elektron məktub göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədi ilə hüquq mühafizə orqanlarının adından hazırlanan saxta ittiham xarakterli bildirişlər yer alıb. İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı elektron təhlükəsizlik xidməti vətəndaşlara və təşkilatlara naməlum şübhəli mənbələrdən daxil olan elektron poçt məktublarını açmamaq, elektron poçt daxilində yerləşdirilən linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq, şübhəli əlavələri yükləməmək və açmamaq tövsiyə edilir. Hazırda sözü gedən phishing kampaniyası ilə bağlı araşdırmalar davam edir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür. Abbasqulu Ağa Bakıxanovun doğulduğu və uzun illər yaşadığı ev qəzalı vəziyyətdədir. Son günlər yağan intensiv yağış səbəbindən tikilinin bir hissəsi çökməyə məruz qalıb. Məsələ ilə bağlı ATV xəbərin qaynar xəttinə müraciət daxil olub. Qəzalı bina ilə bağlı aidiyyatı qurumlar nə düşünür? Əməkdaşlarımız bunu öyrənməyə çalışıb. Bu sökülən ev Abbasqulu Ağa Bakıxanovun evidir. 1794-cü ildə Abbasqulu Ağa Bakıxanov bax bu evdə dünyaya gəlib. Tarixçi, alim, şair və tərcüməçi Abbasqulu Ağa Bakıxanovun doğulduğu və uzun illər yaşadığı ev acınacaqlı vəziyyətdədir. Sözü gedən ev Əmircan qəsəbəsi Əmir Nizaməddin küçəsində yerləşir. Qarşısında dayandığım bu bina bir neçə əsrlik tarixə malikdir. Abbasqulu Ağa Bakıxanovda məhz elə bu evdə dünyaya göz açıb. Sakinlər deyir ki, bina artıq 10 ildən çoxdur ki, qəzalı vəziyyətdədir.
nöqtədədir. Son günlər yağan intensiv yağış səbəbindən binanın bir hissəsi dağılmaya məruz qalıb. Elə bu səbəbdən də taxta dirəklər vasitəsilə binanın uçan hissəsi bərkidilib. Hazırda həmin evdə Bakıxanovlar nəslinin nümayəndələri yaşayır. Onlar deyir ki, 2 mərtəbədən ibarət olan evin birinci mərtəbəsi təxminən 13-cü əsrdə inşa olunub və evdə Əmir Nizaməddin Kəsrani yaşayıb. Elə həmin evlə üzbəüz Əmir Nizaməddinin tikdirdiyi və onun adını daşıyan məscid yerləşir. Məscid tarixi abidə kimi mədəniyyət abidələrinin siyahısına salınıb. Evin ikinci mərtəbəsi isə xanlıqlar dövründə inşa olunub. Mən 53 ildir bu evdə yaşayıram. Bu ev qəzalı vəziyyətdədir. Dəfələrlə aidiyyatı qurumlara müraciət eləmişik, gəliblər, baxıblar, gediblər. Lakin heç bir irəliləyiş, əməl olmayıb. Alt hissəsi 700 ilin binasıdır. Üstüdəki sonra tikiləndi. İntensiv yağan yağışlardan sonra sizin də gördüyünüz kimi Abbasqulu Bakıxanovun evi tamamilə çöküb, qəzalı bir vəziyyət yaranıb. Biz də bir qəsəbə sakini olaraq aidiyyatı qurumlardan xahiş edirik ki, bu məsələyə yaxından tanış olsunlar. Qeyd edək ki, Abbasqulu Ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakının Əmircan kəndində anadan olub və uşaqlığını bu evdə keçirib. Onun atası 2-ci Mirzə Məhəmməd xan Bakıxanlarından olub. Bakıxanovun yaşadığı evin muzey olması ilə bağlı Mədəniyyət Nazirliyinə də dəfələrlə müraciət olunub. Onlar da gəliblər, bu son illərdə layihədə çəkiblər, deyiblər ki, muzey eləyəcək, amma ki, hələ bir nəticəsi olmuyor. Dünəndən müraciət eləmişik, fövqəladə də gəlməyib. Hələ ki, icra hakimiyyətində bir gələn yoxdur heç kim. Baxın. Taxta parçalarını siz özünüz qoymusunuz. Taxta parçalarını da məcburən qoydum ki, daha ev yuxarı isə çökməsin də aşağı. Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinə müraciət etdik. Bildirildi ki, sözü gedən tikili xüsusi mülkiyyətdədir və həmin fərdi yaşayış evi Bakıxanovun ev muzeyi kimi Mədəniyyət Nazirliyinin dövlət qeydiyyatına götürülmüş abidələr siyahısında yoxdur. Həmçinin əraziyə hazırda giriş məhdudlaşdırılıb və tədbirlər görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət olunub. Nurlan Şiraliyev, Əziz Əzizov, Amil Əliyev, ATV Xəbər. Nəsimi rayonu Ənvər Qasımzadə küçəsində Zorgi Parkı ərazisində aparılan tikinti işləri sakinləri narahat edir. Bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. İddia olunur ki, tikintinin aparılması qanuna uyğun deyil. İddialar nə dərəcədə əsaslıdır? Sujetdən biləcəyik. Paytaxt sakinlərinin bir çoxunun sevimli parkı olan Zorgi Parkında aparılan bax bu tikinti ətrafında söz-söhbətlər səngimək bilmir. Bildirilir ki, burada əvvəl məlumat lövhəsində bir mərtəbəli tikintinin aparılacağı gözlənilsə də sonradan sənədlər saxtalaşdırılaraq 3 mərtəbəli bina tikiləcək. Bəs doğrudan da bu ərazidə bir mərtəbə göstərilib 3 mərtəbəli tikinti mi aparılacaq? Bax bunu araşdıracağıq. Memar Elçin Əliyev deyir ki, məlumat lövhəsində cəmi bir mərtəbə göstərilsə də artıq zirzəmi və 1-ci mərtəbədən sonra 3-cü mərtəbə inşa edilir. Memar deyir ki, bu cür tikintinin aparılması qanuna uyğun deyil. Təəssüf ki, icazə veriblər və qanuni şəkildə tikinti aparılır. Amma tikintidə ilk öncə yazılmışdı ki, bir mərtəbə. Baxın, bu bir mərtəbəyə oxşayır. Bir mərtəbə zirzəmi, 1-ci mərtəbə bu və indi görürsünüz beton örtüklər eləyirlər və 2-ci mərtəbə tikiləcək. Əvvəl lövhə asılmışdı ki, orada hündürlük, bir hündürlük göstərilmişdi və o həmin deyəsən 5,5 metrəyə rəsmi dövlət orqanlardan icazə alınmışdı. Amma indi lövhə dəyişdirildi, oldu 6 və 6 deyəsən, faktiki 7 metrə. Bəyəm dövlət orqanları bu icazəni təzədən dəyişdirdilər. Tikintinin iş icraçısı isə bildirdi ki, ərazidə bir zirzəmi və bir mərtəbəli iaşə obyekti tikilir. Əlavə mərtəbələr barədə deyilənlər həqiqəti əks etdirmir. Qanuni olaraq tikintiyə icazə verilib və bizə tikintiyə icazə verilməsi ilə bağlı sənədləri də göstərdi. Burada biraz anlaşılmazlıq olub. Bu həmin o mərtəbə hündürlüyü biraz hündür olduğuna görə ayaqaltı qurulub. Yəni 2 dəfəyə qurulub da ayaqaltı. Bu ona görə elə başa düşür ki, ikinci mərtəbədə başqa bir mərtəbə yoxdur. Hündürlük orada məlumat lövhəsində var. 6 metr 60 santıdır. Bu sadəcə bu dirəklərin hündürlüyü o qədər olmadığına görə 2 dəfəyə qurulur. Bu elə görünür ki, 2 mərtəbəlidir. Yəni burada nə olacaq sonda? Qeyri-yaşayış obyektidir. Kafe.
Bəs ətrafında söz-söhbət səngiməyən bu tikintinin əsas təyinatı nədir? Parka dincəlməyə gələn sakinlərə sonunda hansı xidməti göstərəcək? Bu sualla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan ATV Xəbərə yalnız onu bildirdilər ki, park ərazisində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilib. Turanət Ağızadə, Elvi Muradov, ATV Xəbər. Son dövrlər 3-5 aylıq körpə quzuların kəsiminin aparılması ənənəvi hal alıb. Bu isə heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması yekunda ümumi sayın azalması, istehsalın aşağı düşməsi ilə nəticələnir. Bəs nəyə görə körpə quzu ətinə bu qədər tələbat var? Körpə quzu əti orqanizm üçün nə dərəcədə faydalıdır? Əməkdaşımız Elşad Bayramoğlu araşdırıb. Bu 28 kiloluk qoçdur. Bu qoçun əti quzudan yeməlidir. Bu 16-17 manatdır. Bu 22 manat. Bir dəfə bunun dadı onunla dadlıdır. Qəssablar deyir ki, illərdir ki, ət satışı ilə məşğul oluruq. Daha çox restoran və bəzi müştərilər hələ də körpə quzu ətinə üstünlük verirlər. Ona görə də qəssablar artan tələbata uyğun olaraq körpə quzu kəsimi edirlər. Körpə quzuya tələbat çoxdur, nəinki iri çəkisi çox olan heyvana. Restoranlar ən çox istifadə edir, onlar da körpə quzu istifadə edir. 15, 16, 17, 18 kiloluk quzular daha yeyilməlidir. Nəinki əmlik quzu. Əmlik quzuda birinci o dadı da yoxdur. İnsanlar nəsə meyilli salıb onu. Qoyunçuluq təsərrüfatı üzrə təcrübəli fermerlər də təsdiq edir ki, hazırda 3-5 aylıq quzu əti daha yaxşı satılır. Ona görə də məcbur qalıb bir neçə aylıq körpə quzuları satışa çıxarmalı olurlar. Xəccəb gəlir həyətə, deyir ki, ancaq xırda quzu axtarır. 13 kiloğu götürürlər 18 manata, 50 kiloğu götürür 12 manat. O tələbat bizə sərf eləmir. 50 kilo civarında var. Amma onu almırlar. Deyirlər bizə xırda buynuz götürəcək. Xırda buynuzlar ki, bizə onu da satmaqda ki, bizə yenə sərf eləmir. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev deyir ki, heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Respublikada iri buynuzlu heyvanların 18 aylıq, xırda buynuzlu heyvanların isə 6 aylıq yaşdan qabaq kəsilməsi məqsədə uyğun hesab edilmir. Ən böyük səbəb alıcıların, yəni restoran şəbəkəsinin marağıdır ki, daha çox 2 yaşlı heyvanların ətinə 10 kiloqram ətrafında. Buna üstünlük verirlər. İnsanın ətə olan tələbat normalarını müəyyən etdikdə 8-18 aylıq xırda buynuzlu heyvanların əti norma kimi götürülür. 3 aylıq quzunun əti norma kimi götürülmür. Elmi əsasları var ki, bir çox fəsadlara səbəb ola bilər. İnsan orqanizminə mənfi təsir eləyə bilər. Qalib Əbdüləliyev həmçinin bildirdi ki, quzuların erkən kəsimi damazlıq fonduna mənfi təsir göstərməklə sürünün təbii artım tempini və heyvan ehtiyatını da azaldır. Xüsusilə dişi heyvanlar erkən kəsildikdə gələcək bala vermə imkanlarını itirirlər ki, bu da uzun müddətli perspektivdə populyasiyanın sayını məhdudlaşdıra bilər. 2017-ci ildən 2026-cı ilə kimi xırda buynuzlu heyvanların sayında 20% azalma müşahidə olunur. Elşad Bayramoğlu, Samir Cəbiyev, Yunis Yusifli, Əhməd Məmmədov, ATV Xəbər. Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə ikinci cəhddə iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 14-ü axşamadək internet vasitəsilə aparılır. Bakalavrlar şəxsi kabinetlərinin hesabına imtahanda iştirak haqqını 50 manat ödəniş edib, mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçə bilər. Tarixin 4 günlük müharibəsi, ordumuzun qələbəsi ilə yekunlaşan aprel döyüşlərindən 10 il ötür. Ermənistan Silahlı Qüvvələri 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq cəbhə boyu Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmağa başladı. Buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatı tarixi qələbə ilə nəticələndi. Aprel döyüşləri böyük zəfərə aparan yolun başlanğıcıdır. 2016-cı il aprelin ilk günlərində Ermənistan ön xətt mövqeləri və yaşayış məntəqələrini hədəf alaraq növbəti təxribata cəhd etdi. Amma ermənilərin bu çirkin niyyəti baş tutmadı. 4 günlük müharibə Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazıldı.
Aprel döyüşləri Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu yenilməzlik mifini də darmadağın etdi. Bütün dünya gördü ki, yenilməz olan Azərbaycan ordusudur. Azərbaycan əskəri istənilən tapşırığı icra etməyə qadirdir. 4 günlük müharibədə Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Böyük strateji əhəmiyyəti olan Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Tapqaraqoyunlu kəndi 2016-cı ilin aprel döyüşlərinə qədər mütəmadi olaraq atəşə məruz qalırdı və kənd sakinlərinin kənddə hərəkətini qismən də olsa riskini azaltmaq üçün 2012-ci ildə gördüyünüz bu istinad divarı tikilir. 2016-cı ilin aprel döyüşləri və 44 günlük vətən müharibəsi zamanı Tapqaraqoyunlu kəndi düşmənin ən çox atəşə məruz qoyduğu kəndlərdən idi. Lakin buna baxmayaraq kənd sakinləri hər zaman qorxmaz olublar. Heç vaxt doğma yurdu tərk etməyiblər. Bu qəhrəman kəndin 41 şəhidi var. Aprel döyüşlərinə qədər bizim kəndimiz, hətta xırdaçaplı avtomatlar belə bizim evlərə çatırdı. Elə mənim yaşadığım evdə də mən onu bir muzey kimi deyirəm, saxlayıram. Qapıda avtomat gülləsi 5.45 o qədər yaxın idi. Gün o gün oldu ki, 2020-ci ildə mənfur düşməndən torpaqlarımız azad olundu və biz öz azadlığımıza qovuşduq və bugün bu fərəhlə yaşayırıq. Bizim kəndimiz 30 il təmas xətti olub, ancaq heç vaxt əyilməmişik, ruhdan düşməmişik, yaşamışıq, yaratmışıq, qurmuşuq. Aprel döyüşlərində şəhid olan oğullar, onlar demək olar ki, bizim bu zəfərimizin başlanğıcını yaratdı. Beləliklə 4 günlük müharibə bizi böyük zəfərə doğru addım-addım yaxınlaşdıran bir yolun başlanğıcı oldu. Aprel döyüşlərində aparılan döyüşlər nəticəsində çıxarılan təhlillər və dərslər və sonra vətən müharibəsinə aparan bir yolda Azərbaycan ordusunda tam şəkildə nəzərə almış, həm taktiki yanaşmasında, həm idarə etməsində, həm əlaqələndirilməsində, həm xaricdən ola biləcək təsirlərin, təzyiqlərin əşkar edilməsində böyük bir sınaq oldu. Qüdrətli Azərbaycan ordusu 2020-ci il vətən müharibəsində dünya hərb tarixində yeni səhifə açdı. Ardınca Azərbaycanın bütün suveren ərazilərində suverenliyimiz tam bərpa olundu. Bugün üç rəngli bayrağımız illərlə işğal altında olan torpaqlarda qürurla dalğalanır. 10 il əvvəl aprel ayında torpaqlarımızı azad edəcəyik deyirdiksə, bu ilin aprelində Qarabağ azaddır, Qarabağ Azərbaycandır deyirik. Əhməd Məmmədov, Mədrən İqnəcat, Rüfət Bayramov, ATV Xəbər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bugün xalqa müraciət edəcək. İrandakı müharibə ilə bağlı mühüm yeniliklər barədə danışacaq. Ancaq Ağ Ev rəhbəri müraciət edək İranla bağlı düşündüklərini artıq bəzi telekanallara açıqlayıb. Məsələn, bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatları 2-3 həftə ərzində yekunlaşdıracaq. Tehranla hər hansı saziş əldə olunmasa belə müharibə bitəcək. Amerika Birləşmiş Ştatları İranda rejim dəyişikliyinə tam nail olub. ABŞ prezidenti Donald Trump belə açıqlama verib. O bildirib ki, hər şey onun istədiyi kimi gedir. Zənginləşdirilmiş uran ehtiyatı barədə narahat deyiləm. Baş verənləri pek vasitəsilə izləyəcəyi deyən ABŞ lideri İranın ali rəhbəri Müştəbə Xamneyinin ondan atəşə istədiyini iddia edib. İranın sələflərindən daha az radikal və daha ağıllı olan yeni rejimin başçısı indicə Amerika Birləşmiş Ştatlarından atəşə istədi. Bunu yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olan da nəzərdən keçirəcəyik. O vaxta qədər isə İranı tamamilə məhv edəcəyik. Necə deyərlər, onu daş dövrünə qaytarırıq, deyə Trump bildirib. İsrailin Xarici İşlər Naziri Gideon Saar isə İrana qarşı hərbi əməliyyatın Təl-Əvivin iştirak etdiyi sonuncu münaqişə olmaya biləcəyini bəyan edib. Yahudi diplomat vurğulayıb ki, İsrail öz varlığına yönəlmiş birbaşa təhlükənin aradan qaldırılması kimi əsas məqsədə nail olmağı bacarır. Hələ də qatı və amansız düşmənlərimiz var, amma onlara ciddi zərbə vurulub. Artıq mövcudluğumuzu təhdid edə bilməzlər. Bu nailiyyəti qoruyub saxlamağa borcluyuq, deyə diplomat qeyd edib. Hərçənd İran üçün də bu müqəddəs savaşa çevrilib. İran parlamentinin sədr müavini Əli Niqzad bəyan edib ki, Tehran dünya müsəlmanlarının axan qanının qisasını alana qədər ABŞ prezidenti Donald Trumpın yaxasını buraxmayacaq.
olmayacaq. Onun sözlərinə görə İrana hücumlar davam edərsə, ABŞ üçün heç bir yanacaq mənbəyi saxlanılmayacaq. Hörmüz boğazı heç vaxt açılmayacaq, heç bir danışıqlar aparılmayacaq deyə İranlı parlamentari bildirib. Qeyd edək ki, ABŞ və İsrailin İrana zərbələri artan intensivliyi ilə davam edir. Sonuncu hücumlar zamanı İslam Respublikasının şimal bölgələrindəki hərbi obyektlərinə, Bəndər Ənzəli, Ammo, Kaşan və Miyanə şəhərlərinə, Xəzər dənizindəki Ənzəli limanına, İsfahandakı polo dəyirtmə kompleksinə, İrandakı gizli silah anbarlarına, kimyəvi silah komponentləri istehsal edən zavoda və ABŞ-nin Tehrandakı keçmiş səfirlik binasına zərbələr endirilib. Məlumata görə hücumlar zamanı İranın məhkəmə sisteminin rəhbəri Qolam Hüseyn Ejeyi və Qüds qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfaid öldürülüb. İranın İsrailə endirdiyi son zərbələrin nəticəsində isə 14 nəfər yaralanıb. Bəxtiyar Fətullayev, ATV Xəbər. İranın ali rəhbəri Ayətullah Müctəba Xameneyi ölkənin siyasətinin dəyişməz olduğunu bəyan edib. O, bu barədə X hesabında paylaşım edib. İran İslam Respublikasının ardıcıl siyasəti İmam Xameneyinin yolu ilə davam edərək Siyonist Amerika düşməninə qarşı müqavimətə dəstəyi davam etdirməkdən ibarətdir. Bu kurs şəhid olmuş liderlərin ideyalarını sadiqlik çərçivəsində həyata keçirilir deyə Xameneyi qeyd edib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın ölkəsinin NATO-nu tərk edəcəyi ilə bağlı bəyanatı alyans ölkələrində müxtəlif reaksiyalara səbəb olub. Böyük Britaniyadan sonra Fransada Trumpın açıqlamasına sərt cavab verib. NATO, Avro-Atlantik məkanda təhlükəsizliyi təmin etmək üçün yaradılan hərbi ittifaqdır. NATO, Hörmüz boğazında beynəlxalq hüquqa zidd əməliyyatlar aparmaq məqsədi daşımır deyə Fransa Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur. Almaniya hökumətinin sözçüsü Stefan Corneliusa bəyan edib ki, Trumpın eyni mövzuda ilk çıxışı deyil. Bu, təkrarlanan fenomen olduğundan nəticələrini özünüz qiymətləndirə bilərsiniz. Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin nizamlanması prosesinə toxunub. Rusiya lideri hər iki ölkə rəhbərinin səyləri nəticəsində bölgədə vəziyyətin sabitləşdiyini qeyd edib. Paşinyansa Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir. Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərin normallaşmasında mühüm və əsas rolunu vurğulayıb. Aydındır ki, siz də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz deyən Erməni baş naziri ölkəsində dırnaqarası Qarabağ hərəkatına son qoyulmasının vacibliyini vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə 2 dəfə publik şəkildə danışandan sonra etdik deyə Paşinyan qeyd edib. O, Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiya mal ixrac edəcəyinə ümidvarlığını ifadə edib. Paşinyan əlavə edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlər heç vaxt sual altında olmayacaq. Rusiya İrana humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan hakimiyyətinə minnətdardır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova açıqlama verib. Qeyd edib ki, ölkəsi müharibədən əziyyət çəkən İran xalqına humanitar yardım göstərməyə davam edir. O xatırladıb ki, ikinci böyük tibbi ləvazimat daşınması da martın 27-sində Azərbaycan vasitəsilə baş tutub. Dəmir yolu ilə 300 tondan çox dərman çatdırılıb. Həmin gün yük maşınları karvanı Dağıstan Respublikası tərəfindən toplanan təxminən 150 ton humanitar yardımı Astaraya çatdırıb. Azərbaycan hakimiyyətinə göstərdiyi köməyə görə təşəkkür edirik deyə Zakharova qeyd edib. Yaxın Şərqdə xeyli müddətli yaşanan gərginlik dünyada aviabiletlərin qiymətinə də təsirsiz ötüşməyib. Ölkəmizdə bu məsələ ilə bağlı vəziyyət necədir? Aviabiletlərin qiymətində artım varmı? Əməkdaşlarımız bu suala cavab axtarıb.
Yaxın Şərqdəki gərginlik nəticəsində təyyarə yanacağının qiyməti kəskin artıb. Bu səbəbdən qlobal miqyasda reyslərin kütləvi ləğvi müşahidə olunur. Hazırda aviasiya yanacağının bir tonunun qiyməti 742 dollardan 1710 dollara qədər bahalaşıb. Son həftələrdə dünyada təyyarə biletlərinə tələbat azalsa da, qiymətlərdə 15-20%-ə qədər artım müşahidə edilir. Aviabiletlərin qiyməti artacaq. Səbəbi neft məhsullarının qiymətinin artmasıdır. Aviaşirkətlərin 1/3 xərclərini təyyarə yanacağı təşkil edir. Daşıyıcıların xərclərinin təxminən 35-40%-ni aviasiya yanacağı təşkil edir. Bu da biletlərin qiymətində artıma səbəb olacaq. Yaxın Şərqdəki gərginliyə görə düşünürəm ki, bu vəziyyət bir müddət davam edəcək. Qiymət tarifləri ən azı gələn ilə qədər stabilləşəcək. Bu zaman kəsiyində isə turistik səyahətlərdə bahalaşma olacaq. Bəs Azərbaycanda aviabiletlərin qiymətində artım varmı? Məsələni araşdırmaq üçün bir neçə aviaşirkətlə əlaqə saxladıq. Artım var. Yəni Dubaya, Doha gediş olmadığına görə, başqa istiqamətlər təbii ki, tələbat çoxaldığına görə qiymət artımı var. Normalda Dubay istiqamətinə 300-400 manat arasında idi, amma ki, hal-hazırda tək tərəf 1000 manatdan bahadır. Türkiyə istiqamətinə biletlər hədsiz bahadır. Dubay üstündən Asiya ölkələrinə uçuş varsa, onların qiymətləri qalxır. Amma digər istiqamətlərə heç bir təsir yox. Normal qaydada eyni qiymətlərdir. Taylanda Dubay üzərindən uçuşlar daha münasib olur, amma Türkiyə və ya başqa istiqamətlər üzərindən daha baha olur. Nəticə etibarı ilə aviabiletlərin qiymətinin artması qlobal prosesdir. Enerji daşıyıcılarının onsuz da baha olduğu ölkələrdə isə təyyarə biletlərinin qiymətləri nəzərə çarpacaq dərəcədə dəyişib. Avropa daxili uçuşlarda qiymət artımı daha çox özünü büruzə verir. Hətta bəzi aviaşirkətlər mövcud olan reysləri, məsələn Berlin hava limanından olan reysləri ləğv eləməyə məcburiyyətindədirlər. Almaniyada, o cümlədən dünyada ən iri aviaşirkətlərdən olan Lufthansa açıq mətnlə bəyan elədi ki, hazırki benzin qiymətləri ilə biletlərin qiymətini sabit saxlamaq sadəcə olaraq mümkün deyil. Və əlavə olundu ki, bizim hazırda hər bir sərnişindən xalis gəlirimiz yalnız 10 avro civarındadır. Ona görə qiymət artımının hər hansı bir səbəbdən qiymət artımı sərnişinlərin üzərinə düşür. Açıqlamada belə qeyd olunub. Turizm mövsümünün başlamasından əvvəl bu məlumat nə qədər üzücü olsa da, aviabiletlərin qiymətinin artması reallıqdır. Artımın nə qədər davam edəcəyi ilə bağlı dəqiq proqnoz isə hələ ki yoxdur. Ülkər Əliyeva, Şahin Abbasov, ATV Xəbər. Ukrayna prezidenti Volodimir Zelenski artıq bugün Ukrayna ordusunun Donbasdan çıxarılması ilə bağlı qərarını verməlidir. Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov belə açıqlama ilə çıxış edib. 2 ay məsələsinə gəlincə söhbət 2 ayın məsələsi deyil. Bu dəfələrlə deyilib. Zelenski dünən müzakirə etdiyimiz kimi məsuliyyəti öz üzərinə götürərək bu çətin qərarı verməli idi. Bu arada Rusiyanın silahlı qüvvələri Ukraynanın Luqansk vilayətinin bütün ərazisini nəzarət altına alıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ölkəmizə qayıdırıq. Biləsuvar rayonunda təhsil alan balaca məktəbli qısa müddətdə qazandığı uğurlarla diqqət mərkəzinə düşüb. Son 3 ay ərzində 9 medal qazanan qəhrəmanı yaxından tanıyaq. Tam orta məktəbin 3-cü sinif şagirdiyəm. Ev təhsili alıram. Bu 3 ayda mən 9 medal qazanmışam. Onlardan 5-i qızıl, 2-si gümüş, 2-si də bürünc medal aldı. 10 yaşı var. Ümmü Gülsüm Ruhullayeva Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. Səhhəti ilə əlaqədar evdə təhsil alsa da, balaca istedadın oxuyub öyrənmək həvəsi, dəqiq elmlərə marağı onda hələ 3-4 yaşlarından özünü göstərib. Xalq riyaziyyat olimpiadasından qazanmışam. Orada mən 100 bal ilə qızıl medala sahib olmuşam. Bunu mən Lütfüzadə adına riyaziyyat mantiq olimpiadasından qazanmışam. Orada mən 100 bal ilə birinci yerə çıxmışam. Məktəbli ümumilikdə beynəlxalq və yerli olimpiadalardan 5 qızıl, 2 gümüş və 2-si bürünc olmaqla 9 medal qazanıb. Həmçinin beynəlxalq Mass Excel riyaziyyat olimpiadasında qızıl medal əldə edərək Amerika Birləşmiş Ştatlarının Los Angeles şəhərində keçiriləcək final mərhələsinə də vəsiqə qazanıb. Qazandığım uğurlara görə məktəbimə, valideynlərimə, müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Uğurlarımı davam elətdirməyə dövlətimizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Və istəyirəm ki, Marksist riyaziyyat olimpiadasında
Mən qızıl medal ilə vətənimə geri qayıdım. Məqsədi, inamı və zəhməti nəticəsində parlaq qələbələr qazanan 10 yaşlı Ümmü Gülsüm Ruhullayeva inanır ki, bundan sonra da böyük qələbələrə imza atacaq. Saadət Ayazqızı, Zaur İsmailov, Ülkər Əliyeva, ATV Xəbər, Biləsuvar. Günün idman yeniliklərini həmkarım İlkin Fikrətoğlu çatdıracaq. Mən sizlə sağlaşıram. Hər şey könlünüzcə olsun, salamat qalın.